Demek imtahanda düşən 24-də düşən sütüyyə sualların izahını başlayıram. Bizə işlər belədir. Deməli, yaşayış kompleksinin həyətində quruculuq işləri görmək lazımdır, görürlər. Və 4 tip maşın var. Deməli, A maşını var, B var, C var, bir də D var. Görək nə deyir bizə? Deyir ki, A tipli maşın, C tipli maşının hər birindən 2 ton az. Əgər B-yə X desəm, A-nınki olacaq X çıxaq 2. B tipli maşın hər biri isə D tipli maşına 3 ton az yük götür. D-yə Y deyirəm, onda burada Y çıxaq 3 olur. Belə. Ağ və göy rəngli boyalardan istifadə olunur, 2-3 nisbətindədir. Bu deyir ki, sonra nə deyir? 150 kilogram boya işlədirlər. O demək ki, əvvəl bura gəlirəm. 2K plus 3K bərabər 150-dir. 5K bərabər 150, K eləyir 30. Deməli, ağ boya eləyib 60 kilogram. Göy boya da eləyib 90 kilogram. Cəmi eləyir 150, amma 75 kilogram əlavə ağ boyadan istifadə edilir. Deməli, 150-nin üzərinə gələcəm 75-i. Bu eləyəcək 225 kilogram əlavə boya işləmi. Elə deyilmi? Aha. İndi mənə deyir ki, rənglənməyə ümumilikdə istifadə olunan boyanın neçə faizi göy boyadır? Göy boya cəmsi 90-dır. 90 bölək 225 vuraq 100. Bunu sadələşdirib hesablayası olsaq, 90 ilə bu 225 nəyə ixtisar edir? 25-ə deməli, birbaşa ixtisar edir. 9-un özünə ixtisar edir. Orada 10 qalır. Bunu 9-a böləndə 25 qalır da, eləm burada 100. 25 qalır. 9-a böləndə 25 ilə. Deməli, bu 25 ilə də buraya ixtisar edir. 4 qalır, cəm edir 40%. Deməli, 40%-i göy boyadır. Cavab 40-dır. Bu belə. İndi gələk bu məsələyə. Buradakı bu yazışmalar, yazdıqlarım mənə istifadə olunacaq. Mənə yuxarıda yazdıqlarım mənə lazımdır. Bu deyil, bu hissələr mənə lazım olacaq. Yəni, deyir ki, burada A tipli 3 və B tipli 2 maşın. A-dan 3, yəni 3 vuraq, X çıxaq 2. Üstə gələk. B tipli 2 maşın bir dəfəyə, B tipli 2 maşın. Hə, mən burada deyəsən bir dənə, bircə dəqiqə yerlərini səhv yazmışam. Üzr hesab edeyim. Deməli, bu C də bu D-dir. C-yə X demişdim. D-yə Y demişdim. Bu da Y minus 3 idi. Aha. B tiplidən isə neçə dənə 2 maşın. 2 vuraq, Y çıxaq 3. Bərabər olub 21-ə. Sonra C tipli 2 maşın, yəni 2X üstə gələk. D tipli 3 maşın, 3Y bərabərdir 32 ton. 32 ton. Bunu sistem kimi həll eləməliyəm mən. İndi burada nə edək? Hamısını vurub açıq sadələşdirirəm. Yuxarıda eləyir 3X plus 2Y çıxaq 6, çıxaq 6. 12 çıxıram, 21-in üzərinə 12 gəlirəm. Eləyir, bunun üzərinə 12 gələndə eləyəcək 33. 2X plus 3Y bərabərdir 32. İndi nə edək? Buranı vuraq 3-ə, buranı vuraq -2-ə və toplayaq. 9, 5X eləyir. Düz deyil mi? Burası 0 eləyir. Bu 99, bu da 66. 99-dan 66 çıxsam, 64 çıxsam, bağışlam. 64 çıxsam 2 bərabər eləyəcək neçə? Demək, davam edirik. 99 çıxaq 64, bu eləyəcək bərabər 35, X bərabər eləyir 7. X nə idi? C maşınının daşıdığı yüklüdür. Məndən A maşınının daşıdığı yükü soruşur. A maşının daşıdığı yük də X minus 2-dir. Deməli, 7 çıxaq 2 bərabər 5. Cavab oldu 5. Gəldim növbəti məsələ. Demək, belə bir məsələdir. Çox yaxşı bir məsələdir. Bu, betonun hər iki ucu oyun meydançasına 8 metr məsafədədir. Deməli, bu ucu və ucu 8 metr məsafədədir.
Burada bir kvadrat qurulub deyir. Kvadrat qurulmaq nə demək? Burada x-dir, burada x-dir, burada x-dir, burada x-dir. Bu əslində nə demək? Bu x olmağı o deməkdir ki, burada deməli burada kvadrat qurmaq üçün hökmü burada x olmalı. Deməli x bərabər nəyədir? 8-dədir. Demək burada 8-dir, burada 8-dir. Onda bəs bunlar nədir? Bura nədir onda? Bu 8-dirsə onda bura neçə eləməlidir? Deməli bura a olsa a kvadrat plus a kvadrat bərabər 64 edir. Buradan a kvadratın bərabər neçə eləyəcək? 32 eləyəcək. Deməli buranın sahəsi nədir? Demək bura bir S1 deyirəm, bura S1. Bu sahə olsun S2, bu sahə də olsun S3. Ümumi məndən güllüyün sahəsini soruşur. S1 plus S2 plus S3. Bərabər. S1 ilə S3 eynidir. 8 bıraq 8 bölək 2. Eləyir nə? 32. Üstə gələk. Burada nə eləyir? A kvadratım. Deməli, bu da A kvadrat bölək 2-də yarısıdır. 16, bu da 32. 64 plus 16. Cəmi elədi 80. Deməli, bu ümumi güllüyün sahəsi olacaq 80. Çox yaxşı bir məsələdir. Uğurlar inşallah. Nə sözünüz, sualınız olsa nömrəm var. 050 377 80 09'dur. Tamam.